Küllü miqdarda dələduzluqda təqsirləndirilən bloger Kənan Balahəsənlinin barəsindəki qərardan kassasiya şikayəti verilib. Məlumata görə şikayət Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq. Qeyd edək ki, Kənan Balahəsənliyə Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə ittiham irəli sürülüb. İttihama görə informasiya texnologiyaları sahəsində mütəxəssis olan və Instagramda 260 min izləyicisi olan Kənanın kriptovalyuta elektron ticarəti ilə məşğul olduğu və qazanc əldə etmək vədi ilə sevgi münasibətində olduğu qadından 93.500 manat, digər 4 nəfərdən isə 14.000 manata yaxın pul alaraq ələ keçirdiyi müəyyən edilib. Zərər çəkmiş şəxslər ifadələrində Kənan Balahəsənlinin özünü dövlət qurumlarının IT mütəxəssisi kimi təqdim etdiyini və buna inanaraq pul verdiklərini qeyd ediblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Balahəsənliyə 6 il 6 ay həbs cəzası verilib. Onun keçmiş sevgilisi İskəndərovanın mülki iddiası da təmin edilib. Kənandan 93.500 manat pulun tutularaq zərər çəkmiş şəxs ödənilməsinə qərar verilib.